Franco Mastantuono klublar arası dünya çempionatından sonra Real Madrid'e koşulacak. 17 yaşlı futbolcu elinden geleni etti ki klublar arası dünya çempionatında Real Madrid'in formasını giyinsin. Ama River Plate rəhbərliyi, yani onun hazırki klubunun rəhbərliyi buna razı olmadı ve karşıdaki yarışta Franco Mastantuono River Plate'in heyətində mübarizə aparacaq ve artık bu turnir başa çatandan sonra Real Madrid'in düşərgəsinə yollanacaq. Ne diyeyim, ben bu transferin reallaşmasına çok sevinirəm. Onu sizin diqqətinizə çatdırmaq istəyirəm ki, Real Madrid Mastantuono'ya göre 45 milyon avro ödeyecek ve futbolcu ile 2031 ile kadar müqavilə imzalanacak. 17 yaşlı Mastantuono'nun keçidi həqiqətən də çox sevindirici haldı. Onu qeyd etmək lazımdır ki, bu oyuncu qarşıdaki 10-15 ilin belki de en istedadlı futbolcularından biri hesab olunur. Tabii ki öz istedadını bir qədər də təkmilləşdirsə, inkişaf etdirsə, en esası Real Madrid forması ile meydanda nümayiş etdirsə. Bu futbolçunun Real Madrid'e gelişi barədə daha bir məlumatı sizin diqqətinizə çatdırdım. Bugünə iyunun 12'sine olan məlumat belədir ki, klublar arası dünya çempionatı başa çatandan sonra Franco Mastantuono komandamızın beyaz formasını giyinecek. Mastantuono'nun Real Madrid'e gelişi barədə yenə də sizin fikirlərinizi gözləyirəm və şərh bölməsində yazabilirsiniz. Tabii ki videoya like koyup paylaşmağı da sizlerden xahiş edirəm.